Bu ilin ilk 3 ay ərzində Azərbaycandan xarici ölkələrə 102.291 ton dizel yanacağı ixrac edilib. Yenavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalara əsasən, Azərbaycanın ixrac etdiyi dizelin 1 litrinin orta gömrük dəyəri 58 qəpik olub. Azərbaycandan ixrac olunan dizelin böyük bir hissəsi 82,4%-i Türkiyəyə göndərilib. Türkiyəyə ixrac olunan dizelin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 dəfə artıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ixrac olunan dizelin həcmi bu ilkindən 22,5% və ya 18.810 ton az olub. Dizelin ixracı artsa da gömrük dəyəri ötən illə müqayisədə azalıb. Belə ki, ötən il ixrac edilən dizelin 1 litrinin orta gömrük dəyəri 66 qəpik təşkil edib. Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda dizelin pərakəndə satış qiyməti 80 qəpikdən 1 manata qaldırılıb. Məlumat üçün bildirək ki, Azərbaycan dizel və digər dizelə bənzər qazoli növlərini bu ölkələrə satıb.